Salam əziz izləyicilər. Cambridge English Reading Part 5 Questions from 25 to 30. 5-ci hissə readingin son hissəsidir. 25-30-cu suallar işləməliyik. Birinci nümunə kimi verilib və burada sadəcə bir söz yazılmalıdır hər boşluğa və bunu siz kontekstə uyğun özünüz kəşf eləməlisiniz. E-maildir, elektron poçt. Burada Andrew Silvia'ya yazıb. Hi Silvia, salam Silvia. I am glad to hear that. That zaten verib burada. Şadam. You like your new school in Paris. Parisdəki yeni məktəbin xoşladığına görə. What is it like? Necə bir şeydir? Yəni təsvir elə də. Is it bigger? Biz bilirik ki, sifətin üstünlük dərəcəsi müqayisə olunur və burada than sözündən istifadə edirik. Is it bigger than your old school? Çünki köhnə məktəbindən ondan böyükdürmü verir Bristoldakı. It must be hard to listen to everyone speak French all the time. Yəqin ki, çətin olar deyir. Çətin olmalıdır. Fransız dilində davamlı belə deyək, danışan adama qulaq asmağa. But I am sure, amma əminəm ki, it will get easier. Getdikcə yəni rahatlaşacaq. Getdikcə yəni a few months, yəni bir neçə ay ərzində, bir neçə ay sonra kimi biz burada hansı sözünü istifadə edə bilərik? Ya in, ya da after istifadə edə bilərik. 27-də your new classmates friendly sual işarəsi verib. Necə ki, are you fine? Sən yaxşısan. Are they fine? Onlar yaxşıdır. Burada da sifət olduğuna görə to be feilinin formasını indiki sadə zamanda əmizardan birini kimi istifadə edəcək. Yəni sənin yeni sinif yoldaşların mehribandır. Burada da classmate cəmdə olduğuna görə, yəni they olduğuna görə are işlədəcək. What about the teachers? Müəllimlər necədir? Do they give you a lot of homework? Yəni ki, olacaq. Sizə çoxlu ev tapşırıqları verir. A lot of, yəni və of-u verib. Bir dənə qalır bizdə burada lot sözünü yazmaq. Send me some pictures. Çünki ondan şəkil istəyir, ona yazdığına görə. Mənə şəkillər göndər. Bir neçə, zəhmət olmasın. Well, I to go now. Bu da alışıla gəlmiş bir feildir. I have to go now. Getməliyəm indi. Write soon, tezliklə yaz. Bu formada tamamlayırıq.